Azərbaycan dövləti təbiidir ki, Prezident İlham Əliyevin özü şəxsən Azərbaycan mətbuatına həmişə diqqət və qayğı ilə yanaşıb, ona qədər də Ulu Öndər Heydər Əliyevin mətbuata münasibətini şəxsən yaşamış bir insanam. Yəni, vaxtı ikən bizi də qəbul edirdi, danışırdı, dərdlərimizi eşidirdi və qarşılığında da dövlətin əlavə dəstəyinə sərəncam verirdi. Prezident İlham Əliyev də bütün fəaliyyəti dövründə Azərbaycan mətbuatının daha möhkəm ayaqlar üstündə dura bilməsi üçün əlindən gələni edib. İndi də bizim mətbuatımızın 150 illiyi tamam olur iyul ayında və bununla bağlı sərəncam verilib, uyğun tədbirlər görülür. Artıq bunu hiss etməyə başlamışıq, çox saylı tədbirlər keçirilir. Təbiidir ki, təltiflər olacaq, ondan savayı dövlətin mediaya maddi dəstəyi davam etdirilir. Media agentliyi vasitəsilə, audio-vizual şura vasitəsilə, ümumiyyətlə Azərbaycanda medianın həqiqətən də dünyaya yaxşı mənada açıla bilməsi üçün dövlət mümkün olan hər şeyi edib və edir. Yeri gəlmişkən deyim ki, illər öncə bizim problemimiz var idi. Tutaq ki, adi bir xəbəri dünyaya çatdıra bilmirdik. Bugün Azərbaycanda istənilən qədər, yəni çox sayda media orqanlarımız var ki, 6, 7, 8, 10 dildə yayımla məşğuldurlar. Yəni, müxtəlif dillərdə, hətta ənənəvi olmayan dillərdə, misal üçün Azərbaycanda Çin dilində, məsələn, yayımla məşğul olanlar var, İspan dilində, nə bilim, Fars dilində, Ərəb dilində və s. Yəni, görürsünüz, artıq mediamız o həddə gəlib çatıb və bunda da təbiidir ki, dövlətin, Prezident İlham Əliyevin qayğısı danılmazdır.